Hər birinizi salamlayıram. Bugün danışmaq istədiyim mövzu bu aralar ümumiyyətlə gənclərdə, ə, xüsusən də xanımlarda bunu daha çox hiss eləyirəm və bir növ mənə gələn mesajlar və danışanlarım sırasında rast gəldiyim bir məsələdir ki, gələcək qayğısı, narahatlıq, təşviş həddindən çox yüksəkdir. Bu da daha çox gələcəklə bağlıdır ki, gələcəyim necə olacaq, hər şey planladığım kimi olacaqmı, ümumiyyətlə məni nələr gözləyir. Bu barədə bir növ nüansa toxunmalıyam ki, gələcəyimizi hər nə qədər planlı şəkildə getsək belə, həmişə yəni həyatda gözlənilməz hadisələr mümkündür və gözlənilməz hadisələr olacaq. Yəni ona görə də həyatını bir qədər yəni istisnalara da açıq şəkildə bir növ açıq şəkildə olmağı bacarmalısan və bu bir qədər təslimiyyət nöqtəsindən gəlir artıq. Təslimiyyət də bir başqa videonun mövzusudur. Burada isə hazırda bundan deyil də daha çox təşvişdən danışmaq istəyirəm. Ümumiyyətlə əgər həddindən çox planlısansa və ya ümumiyyətlə bəlkə də həddindən çox uğurdan uğura qaçırsansa, daha çox özünü sosial biriymiş kimi bir növ təqdim etməyə çalışırsansa, sosial fəaliyyətlərdə həddindən çox ola bilərsən və ya da ola bilər ki, iş dünyasında, karyeranda, bəlkə tələbəsən, tələbəlik həyatında fərq etmir. Həddindən çox bu qədər qaçaqaçlı bir həyatı seçirsənsə, yəni seçmisənsə, daha doğrusu, niyə bu qədər qaçırsan? Yəni səni qaçmağa vadar eləyən nədir? Səbəb nədir? Yəni və ya problem kimi gördüyün məsələ nədir ki, səni bu qədər narahat edir və çox çətindir onunla üzləşmək və ya da ki, özünlə qalmaq o qədər çətindir ki, dünyaya, çölə fokuslanmaq daha rahatdır, daha asandır, nəinki də əksi. Yəni bu qədər özündən qaçırsansa və çölə fokuslusansa, bil ki, içində nələrsə var, yəni basdırdığın, öhdəsindən bəlkə gələ bilmədiyin, üzləşmək istəmədiyin, üzləşməkdə çətinlik çəkdiyin və ya da ignor etdiyin məsələlər var. Hansı ki, düşünürsən ki, öz içinə dönsən və özünə vaxt ayırsan, özünü bəlkə də günahkar hiss eləyəcəksən, bəlkə də öz yetərsizliyinlə üzləşəcəksən. Nələrlənsə orada üzləşəcəksən deyə o çox qorxunc gəlir. Nəinki də əksi özünü daha çox proaktiv, aktiv bir növ həyatın varmış kimi təqdim etmək. Yəni, niyə bu qədər özündən qaçırsan və ya da ki, niyə bu qədər şəxsi inkişaf içərisindəsən? Həddindən çox təlimlər, həddindən çox tutaq ki, proqramlara qoşulursan. Yəni, bu qaçaqaç, bu təlaş hardandır? Yəni, nəyə nail olmaq istəyirsən? Hara getmək istəyirsən? Ümumiyyətlə, hazırda bir növ mövcud yer olaraq, yəni hardasansa, nələr eləyirsənsə, o məşğuliyyətlərin, vərdişlərin səni gələcəyinə aparırmı, o gələcək versiyana, istədiyin versiyaya aparırmı? Yəni bunlar arasındakı o əlaqəni, o körpünü görə bilməyin çox önəmlidir. Və ən əsası isə qaçmamağın, bəzən həqiqətən də özünə vaxt ayırmağın. Çünki hər nə qədər mentorlarla işləsən belə, hər nə qədər təlimlərə yatırım etsən belə, bunu bilməlisən ki, ən doğru cavabı sənin iç səsin bilir, sənin intuisiyan bilir, sən özün bilirsən. Bunu heç kim bilmir, yəni heç bir mentor, heç kimsə bilə bilməz. Sadəcə sənə bələdçilik eləyə bilər. Bir növ sən mentoru bir mayak kimi görə bilərsən, hansı ki, sənə işıq tutur, amma idarə eləyən, o sükan arxasında duran sən özünsən, bir başqası deyil. Bir başqası səni idarə eləyə bilməz, sənə nəyisə məsləhət bilə bilməz. Sadəcə öz təcrübələrini bölüşə bilər, bir növ suallarla sənə istiqamətləndirə bilər. İçindəki o, hansı ki, bəlkə də baxmaq istəmədiyin, görməkdə çətinlik çəkdiyin və ya da heç ümumiyyətlə görmədiyin məsələləri sənə bir növ aşkara çıxarmaqda kömək edə bilər. Yəni, belə, yəni əgər həddindən çox uğurdan uğura qaçırsansa, həddindən çox sosial fəaliyyətlərin, aktivitələrin varsa, bir bax gör nədən qaçırsan bu qədər.
Və şəxsi inkişafa başlayan gənclərin bir çoxusunda bunu da görürəm ki, şəxsi inkişafa qaçmaq, yəni belə deyək də, həddindən çox şəxsi inkişaf proqramlarında iştirak etmək həqiqətən sevdiyin bir şeydirmi, yoxsa ki, ə, sadəcə insanlar səni sevsinlər deyə, təqdir etsinlər deyə bunu eləyirsən. Yəni özünü bir növ daha çox şəxsi inkişafda olan bir gənc kimi təqdim etmək onun vibe'ı sənə xoşbəxtlik verir, yoxsa ki, həqiqətən də sadəcə orada var olub öyrənə bilmək, özünə nələrsə qatmaq, özünü inkişaf etdirmək sənə xoşbəxt eləyir. Bunlara bir bax deyərdim, yəni. Və tələsən təndirə düşür. Ona görə də tələsməməyini tövsiyə edirəm. Həqiqətən də, yəni bunu bilməlisən ki, bir əldə bir neçə qarpız tuta bilməzsən. Və eyni anda bir çox yerə fokusunu verə bilməzsən, çünki orada artıq öyrəndiklərin də sənə bir qatqısı olmaz, yəni faydası olmaz. Ona görə də nə istədiyini bil və istədiyini bildikdən sonra o yola çıx. Onsuz o yolda, yəni sənə lazım olan hər şey, lazım olan insanlar, lazım olan resurslar, hər şey gələcək. Belə. Bugünlük bu qədər. Özünə çox yaxşı bax və içinə dönməyi, özünlə bir olmağı, özünü müşahidə etməyi öyrən. Çünki həyatda ən yaxın dostun elə sən özünsən.